Hər kəsə salam. Mən sizinlə baklava videosu yenə bölüşmək istəyirəm. Bu dəfə 12 qat etdim. Eyni reseptlə hazırladım. Hətta deyərdim ki, soruşanlar var idi, diametri 30 sm qab üçün. Bəli, bu reseptlə 11 qat olmaqla 30 sm-lik qab içində baklava hazırlaya bilərsiniz. Mən də burada 25-in 25-ə kvadrat formada qab üçün hazırlayıram. Ona görə də baxdım artımlıdır, 12 qat elədim və alındı çox gözəl. Keçək hazırlanmasına. Öncə zəfəranı dəmləyirəm. Bu şərbət üçün lazımdır. Deməli, zəfəran üstünə azca qaynar su əlavə edirəm, qoyuram dəmə. Sonra şərbətimizi hazırlayaq. Bu məqamda onu qeyd edim ki, şərbəti də artırdım. 1 stəkan şəkər tozuna, 1 stəkan başından 2 barmaq əskik su əlavə edirəm, qarışdırıram, qaynadıram. Yaxşı-yaxşı qaynamalıdır və yaxşı-yaxşı qaynayanda limon duzu atıram. Çay qaşığının lap ucunda tuş olmasın və 1-2 dəqiqə qaynadıram. Qabacıqlar böyüyəndə artıq şərbətimiz hazırdır. 390 qram, yəni 3 xrustal stəkan un götürürəm, başı silmə və əliyirəm. Sonra ortasında yuva açıram. Ora yarım stəkan ilıq südümüzün yarısını əlavə edirəm. Etap-etap əlavə etməkdə fayda var. Sonra ora 1 çay qaşığı mayamı əlavə edirəm. Bir də bir qədər şəkər tozu və qarışdırıram. Bir qədər gözləyirəm ki, özünə gəlsin maya. Sonra 2 xörək qaşığı xama və 1 yumurta əlavə edirəm. 60 qram yağ əridirəm, onu da yumşaldıram, əlavə edirəm, qarışdırıram, yaxşı-yaxşı. Bir çimdik də duz əlavə edirik bərəkət üçün və yarım stəkan ilıq südün geri qalanını da əlavə edirəm və qarışdırıram, yumşaq xəmir yoğururam. Paxlava xəmiri yumşaq olmalıdır, yuxalar rahat açılsın deyə və onu qoyuram dincəlməyə. Deməli, mənim xəmirimin başına nələr gəldi? 2 gün mən işim çıxdı və mən xəmiri hazırlayıb başa çatdıra bilmədim. Ona görə də mənim bu xəmirim 2 gün soyuducuda qalıb. Hətta mayalandıqdan sonra bir dəfə də deməli yoğurdum, onu qoydum. Qeyd eləmək istəyirəm ki, yəni yanlış da bir naxışdı, bu da bir təcrübə oldu. İnanın ki, çox gözəl çıxdı. Hətta daha gözəl çıxdı. Çox gözəl mayalandı xəmir. İçliyi hazırlayaq. Gördüyünüz kimi kündələrə böldüm 12 kündə. Deməli 2 stəkan qoz ləpəsi, 1 stəkan başına bir damcı əskik fındıq ləpəsi blenderdan keçirdirəm. Stəkan yarım şəkər tozu əlavə edirəm. Qramlarla olan miqdar videonun altındadır, oradan izləyin və bir dolu çay qaşığı hil, üyüdülmüş hil əlavə edirəm. Qarışdıram, içlik hazırdır. Deməli kündələri 12 ədəd tutdum. Burada gördüyünüz kimi dəmlənmiş zəfəranımı da əlavə edirəm şərbətin üzərinə. Şərbət tam soyumuş haldadır. Və keçirik hazırlamağa və 25-in 25-ə bu mənim soba sinimdir. Bunu da hazırlayıram. Əvvəl eyni bu reseptlə 11 qat hazırlayırdım paklavanı. Sonra baxdım ki, bu xəmirin kənarlarından çox artıq qalır. Yəni deməli mən bunu 12 qat edə bilərəm deyə düşündüm və bu dəfə də 12 qat etdim. Deməli alt 120 qram, üst 100 qram olmaqla aralar isə 50 qramdan tutdum. 51 qram səhv etmirəmsə kündələr tutdum. Və inanın ki, hətta deyim ki, məsələn, mən 25-ə götürmüşəm qabı. Bir balaca böyük qabda götürə bilərdim. Çünki xəmirin yedəsi yeri var idi. Yəni açıldıqca açılırdı. Bəlkə də 2 gün soyuducuda qaldı, o da ona təsir elədi. Yəni demək istəyirəm ki, çox suallar gəlir ki, soyuducuya qoymaq olarmı, saxlamaq olarmı? İnanın, bəlkə də bu daha yaxşı üsuldur. Soyuducuda saxlayıb sonra deməli paxlavanı hazırlamaq. Mən deyərdim, möhtəşəmdir. Gördüyünüz kimi alt qatı açdım qalın, sonra ora yalnızca birinci qata yağ vururam ki, deməli ikinci qatla arasında içlik hələ əlavə etmirik, çünki yanır. Ona görə də bir-birinə yapışmasın deyə yağ əlavə edirəm. Digər qatları da gördüyünüz kimi incə-incə açıram və hər bir qata onu da hardasa 50 neçə qram mən böldüm. Deməli 12 qatın 3 qatını çıxırıq, qalır 9 qatı. 9 qatı içiliyi tərəzidə ölçdüm və 9 yerə böldüm ki, eyni miqdar hamısını düşsün. Əl-başı gördü və çox gözəl bir şəkildə də kifayət etdi. Belə gördüyünüz kimi yuxaları incə-incə açıram, içlik əlavə edirəm, əlimlə yayıram içliyi çox gözəl bir şəkildə və onu da qeyd edim ki, deməli bu ölçü paxlava üçün, yəni sini üçün mən şərbəti daha az götürmüşdüm keçən videomda. Bu videomda isə artırdım. Düşündüm ki, bu dəfə görüm bu
eksperiment eləyim ki, bu ölçü üçün şərbət bir qədər artıq olanda nə olur? İnanın möhtəşəm olur. O qədər gözəl, o qədər belə sulu və şərbətli, çox gözəl, möhtəşəm olur. Hazırlayın, peşman olmayacaqsınız. Bir daha hazırladım, bir daha sizinlə bölüşmək istədim. Doğrudur, mən reseptləri hədsiz dəyişməyi belə deyim, çox sevmirəm. Çünki dədə-baba alışdığımız reseptlərdir. Amma əsasən də bu deməli milli şəkərburadır, paxlavadır, SSR tortlarıdır. Amma yenə də əlavələr, məsələn, şərbəti dəyişdim, qatları dəyişdim və ölçülər, sini ölçülərini, bunları hər dəfə əlavə etdikcə sizinlə bölüşməkdən böyük zövq alıram və sizin işinizə yaradıqca da özümü çox xoşbəxt hiss edirəm. Bəli, artıq gördüyünüz kimi hissə düzdür, tam 12 qatı göstərmək vaxt aparır. Amma bacardığım qədər hər dəfə laylarını qoyduqca o hissələri tutub gözəl bir şəkildə sizə göstərməyə çalışdım. Birinci qata, bir də ən son qatdan əvvəlki qata içlik tökmürük. Ona görə ki, qapaq qopmasın deyə. Bu da axırıncı üst qatıdır. Üst qatı da səliqəli açırıq ki, orada paxlavanı biz böləcəyik. Üst qatıdır, ləkə düşməməlidir. Qalın olmalıdır. Alt qat daha qalın olur, üst qat altdan daha nazik olur, amma yenə də ara qatı qədər olmur. Və mənim belə bir xətkeşim var. Bu xətkeşlə qoyuram. Ən gözəli budur. Ayırmışam məhz mətbəxdə paxlava üçün. İldə bir dəfə istifadə edirəm. Çünki Novruzda bişirirəm paxlavanı. Boynuma alıram. Deməli və bu cür ölçülərlə tamına heç demək olar ki, artığa çıxmadı. Yəni qırığa çıxmadı. Bununla bütöv böyük şəkərburaların sayı 20-22 ədəd çıxır. Əlavələrini hələ kənardakı yarımçıq hissələri saymıram. Tam bütöv şəkildə 20-22 ədəd paxlava çıxır. Mən deməli bunu tam hazırlayandan sonra qoyuram dincəlir. Dərhal kəsmirəm. Dincəlir, özünə gəlir ki, biz gördüyünüz kimi kəsən zaman qapaq qopmasın. Daha sonra isə 2 ədəd yumurta sarısını azca, çox cüzi duruyaq əlavə elədim ki, qaysaq bağlamasın üstü və gördüyünüz kimi yumurta sarısı ilə hər tərəfini rənglədim, boyadım və sonra qoz ləpəsini düzürəm. Belə 150 dərəcədə artıq sobamı isitmişəm. Alt-üst rejimdə qoyuram. Vaxt soruşurlar. Vaxt inanın ki, hər dəfə fərqli ola bilir. 1 saatdan tez paxlava bişmir. Nəzarət etmək lazımdır. Deməli, mən hər dəfə 10-15 dəqiqə sonra çıxardırdım, yağını əlavə edirdim. Bu dəfə 20-25 dəqiqə sonra çıxartdım. Bir qədər də istədim ki, quru-quru içi qəşəng bişsin. Doğrudan da gözəl oldu. Və yenidən aralarını bıçaqla açıram ki, bişib tutulub və bir stəkan gördüyünüz kimi, bir stəkanın başına 2 barmaq əskik yağ əlavə edirəm. Çünki 1 stəkan olsa daşacaq və yaxşı olmayacaq. Bir daha qeyd edim, sobada 150 dərəcədə alt-üst rejimdə, ventilatorsuz, yəni fansız rejimdə normal bişiririk. Paxlavamız bişdi, üstü yetəri qədər qızarıb və kənarlarından baxırıq ki, altı da qızarıb, deməli hazırdır. 250 millilitr tutumlu ölçü qabıdır. Tamına başına bir alınır şərbət və çox gözəl, çox möhtəşəm bir şəkildə. Həm şərbətimiz gözəl alınıb, həm də bir qədər miqdarını artırmağın paxlavanın özünə çox gözəl ləzzət verir. Bu da mənim paxlavam. Paxlavam hazırdır və mənim öz metodum, demək olar ki, imzam olan siniyə nəm əlimi çəkirəm. Mütləq nəm etmək lazımdır ki, üst şərbətə yapışıb qapaq qopmasın. Sonra gördüyünüz kimi tərs çevirirəm və ehtiyatla çıxardıram. Bəli, bu da alt hissəsi. Deməli, bu da qabı. Və mən axşamdan səhərə bunu bu cür saxlayıram. Nəyə görə? Şərbəti tərsinə axsın. Çünki dibində qalır. Sonra tərsi, amma onu da qeyd edim ki, paxlava soğuyandan sonra bunu etmək lazımdır. Bir qədər ilıq olanda. Sonra tərs çevirəndən sonra onun şərbəti geri axır və üst qapağını özünə yapışdırır və qoymur qopmağa. Həm də hər qatına şərbət eyni paylanmış olur. Bu da gördüyünüz kimi mənim paxlavam. Baxın, qatları tək bilinir. 12 qat olmağına baxmayaraq hədsiz qabarıq və çox qalın deyil. Gördüyünüz kimi hətta baxın
Artıq üstündən bir gün keçib, isti deyil və yağı, şərbəti gördüyünüz kimi necə gözəl bir şəkildə hələ də basanda çıxır. Siz də hazırlayın, videonu öz video listlərinizə əlavə edin. Yaddaşa atın ki, nə zaman lazım olsa əl atanda tapa biləsiniz. Belə bayramınız mübarək, bayramlarınız mübarək, ocağınız bol ruzlu olsun. Kanalıma abunə olmağı, rəy yazmağı və videomu bəyənməyi unutmayın. Hələlik görüşərik.